Salam dəyərli şagirdlər, bu gün belə bir sual izahını sizlərə təqdim edirəm. Aşağıdakı fiqur qonşu hissələr eyni rəngdə olmamaq şərti ilə boyanacaq. Bu boyama üçün ən az neçə müxtəlif rəng lazımdır? Əvvəlcə məsələnin şərtindəki bizə açar məqamlara diqqət yetirmək lazımdır. Qonşu hissələr eyni rəngdə olmamaq şərti ilə və bir də ki ən az deyir bizə. Ən az neçə rəng, neçə müxtəlif rəng lazımdır? Baxın, belə bir fiqurumuz var. Əvvəlcə şərti başa düşmək lazımdır ki, bizə nə deyir? Qonşu hissələr eyni rəngdə olmamaq şərti ilə dediyinə görə, yəni ki, neçə rəng seçirsənsə seç, bu rəng palitrasını doldurduqdan sonra burada məsələn tutaq ki, 2 dənə rəng baxın belə, eyni şəkildə olmaz. Bizə bunu demək istəyir. Gəlin baxaq. Həmişə variantla da işləməyi bacarın ümumiyyətlə. Gəlin 2 ilə yoxlayaq, baxın. Tutaq ki, 2 dənə müxtəlif rəng var, düzdürmü? 2 müxtəlif rəng. Tutaq ki, rənglərimizdən biri sarı rəngdir, biri də yaşıldır. Gəlin rəngliyək bunu görək necə olacaq. Baxın, sarı, yaşıl. Sarı, yaşıl. Bu şəkildə davam eləsə, axırıncı rəng sarı olduğuna görə gördüyünüz kimi burada 2 dənə eyni rəng olacaq. Qonşu elə bil ki, hissələr eyni rəngdə olacaq. Amma bizdən bunu istəmir. Deməli 2 deyil bizim cavabımız. İndi digərini yoxlayaq. Gəl 3-ü yoxlayaq. Deməli 2 deyil. 3-ə baxaq. Bu dəfə 3 müxtəlif rəng istifadə edəcəm. Sarı, yaşıl, çəhrayı eyni qaydada davam eləyir. Sarı, yaşıl, çəhrayı, sarı. Baxın, yenə qonşu hissələr eyni rəngdə oldu. Deməli, bu da deyil. Ona görə bizim cavabımız B də deyil. Gəlin 4-ə baxaq. 4 dənə rəng götürəcəm bu dəfə. Aha. Sarı, yaşıl, çəhrayı, birini də narıncı. Yaşıl, üzr sarı, yaşıl, çəhrayı. Baxın, gördüyünüz kimi qonşu rənglər olmadı, düzdür? Deməli, elə cavabımız bizim C bəndidir. D-ni də yoxlayaq. D niyə olmaz? Onu da izah edək. Deməli, baxın, indi elə bil ki 5 dənə rəng götürürəm. Eyni qaydada davam edirəm. Sarı, yaşıl, deməli sarı, yaşıl, çəhrayı, narıncı, digər rəngimiz də olsun mavi. 5 dənə rəng. İndi yenə eyni qaydada sırayla davam edək. Baxın, burada da oldu, düzdür? Burada da oldu. Amma bizə baxın şərtdə nə deyir? Bizə deyir ki, ən az. Ən az dediyinə görə biz 4-ü götürürük. Aydın oldu. 5 də uyğun gələ bilərdi. Amma bizə ən az dediyinə görə biz burada 4-ü götürəcəyik. Yəni 5-i yox, 4-ü götürəcəyik.